üçün. Bir misal deyim tərbiyə məsələsində ki, bunu necə olub siz özüm də bilmədən hər dəfə təsadüfən olur ki, təkrar olur bu misal. Amma yəqin ki, elə bizim günümüzdə lazımlı məsələdir deyə Allah bəzən bəzi sözlər adamın dilinə salır, özü də bilmir nəyə görə bunu danışdı. Bəzən Allah istəyir ki, bu söz eşidilsin. Uşaq tərbiyəsi məsələsi. Mənim dindarlara, dindar ailələrə, şəxsən mənim öz müşahidələrimə əsasən, hətta adam özünə də baxırsan, görürsən ki, İslam deyən o tərbiyəyə biz tam əməl eləyə bilmirik. Ona görə də mən qorxuram ki, gələcəkdə dindar ailələrdən Allah eləməsin, hamımızdan uzaq olsun ki, dinsiz uşaqlar tərbiyə olunsun, çıxsın. Ailə məsələsində deyir, istəyirsənsə uşağın mənəviyyatda olsun. İstəyirsənsə uşağın dindar olsun, imanlı uşaq olsun. Ki, iman doğru olsa təhsildə də müvəffəq olacaq. İman doğru olarsa hər sahədə müvəffəq olacaq. Əgər doğru olarsa, düzgün dini başa düşərsə, başa düşməzsə, o düzgün başa düşülməyən dinsizlikdən təhlükəlidir insan üçün. Amma din doğru mənimsənilərsə uşaq tərəfindən, dinən ki, o bütün sahələrdə müvəffəqdir. İstəyirsənsə uşaq dindar olsun, inanclı uşaq olsun, uşağa namazdan danışmaq lazımdır, yox. Uşağa orucdan danışmaq lazımdır, yox. Onlar öz yerində, amma mühüm məsələlərdir. Deyirlər, 2 dənə göstəriş var, 2 dənə məsələ var. Ailədə buna riayət olunsa, uşaq dindardır. Olunmasa yox. O məsələlərdən biri budur ki, ana uşağın yanında atanın sözünə qarşı çıxmıyor. Ana uşağın yanında ata nə dedisə, deyə baş üstə. Uşaq görmüyor ki, ana atasına etiraz eləyir. Bunu görmüyor. Ata da anaya qarşı mehriban ola və uşağa da başa sala, əməli ilə başa sala ki, anaya güldən ağır söz demək olmaz. Özü də belə ola, uşağa da bu örnəyi göstərər. Ana ataya itayət eləyə, ata anaya mehriban ola. Bu 2 sadə göstəriş yüzlərlə fəzilətin qaynağıdır. Uşağın dindar, buna əməl olunsa uşaq dindardır. İstər onu meçdə apar, heyətə apar, aparma, əzadarlığa apar, aparma. Bunlar hamısı müstəhəbbi işlərdir. Hətta bəzən bəyənilməyən şeylərdir ki, mən onu çox demişəm, uşağı götürsün, araqçın giyindirir, əba giyindirir, təsbih verir əlinə, o qoymur uşaqlığını eləsin. Uşaq bir müddət gəlib uşaqlıq eləsin. Uşaqlıq eləməyəndə 40 yaşında uşaqlığı tutacaq, 30 yaşında uşaqlığı tutacaq. Çünki eləməyib vaxtında o qədər 50 yaşda kişilər var, uşaq kimi hərəkət edir. Çünki uşaqlıq eləməyib yəqin ki, ya indi başqa səbəbdən. Bu tərbiyə məsələsində mühüm bir dənə məsələn göstərişdir. Mühüm bir dənə tövsiyədir. Və gəlib bizə bəzən müraciət eləyəndə də araşdırırsan, kökünü görürsən ki, ailədən qaynaqlanır. Gəlir deyir ki, məsələn deyir, bunu psixolog, mən bir sıra mütaliə eləmişəm bu mövzuda. Təkcə dini müəlliflərin əsərlərini yox, başqalarının da. Yavaş-yavaş dünya bu dinin dediyi sözlərə gəlib çıxır. Bugün atanın ailədə rəhbər rolunu təsdiq eləməyə yavaş-yavaş məcbur olurlar ki, bu belə olmalıymış. Bu bərabərlik sözləri nağıl imiş hamısı. Və bərabərlik əslində hüquq baxımından olsa düz sözdür. Amma eynilik mənasında olsa bütün qərb cəmiyyətlərinin evini yıxan kişi ilə qadının eyniləşməsidir. Hüquq bərabərliyi yox, eyniləşməsi. 2 dənə fərqli varlığı gətirib eyniləşdirmək olmaz. Bunun nəhayət ki, artıq təcrübə ilə başa düşürlər. Bəzən ata-ana gəlir, deyir ki, oğlum məsələn həyat yoldaşını boşayır, alim qulaq asır, deyir ki, yəqin ki, sizin evinizdə ana, bu oğlanın anası, atasına hörmət eləmirdi. Deyir, bunun məsələyə nə dəxli var? Baxırsan, görürsən, çox dəxli var. Bu mühitdə tərbiyə olunan bu problemlərlə qarşılansın üçün.